Əgər siz də evdə pambıq kimi yumuşaq simit hazırlamaq istəyirsinizsə, videonu sona kimi izləyin. Başlamazdan əvvəl onu da deyim ki, resepti bütün qramajları ilə bir yerdə açıqlama bölümünə sizin üçün paylaşmışam. Rahatlıqla oradan baxıb hazırlaya bilərsiniz. Narahat olmayın, mən də birinci dəfədə hazırlayıram. Xəmirimiz mikserdə hazır olduqdan sonra onu kündə formasına gətirib otaq temperaturunda 35-40 dəqiqə mayalanmağa qoyuruq. Daha sonra xəmiri 120 qramdan kündəlirik və simitləri düzəldirik. Mən hörgül etdim. Əgər siz istəsəz sadə də eləyə bilərsiniz. Simitləri ilk öncə tut doşabına, daha sonra küncütə batırırıq. 220 dərəcədə 18-22 dəqiqə arasında sobada bişiririk. Siz də hazırlayın. Məndə alındısa sizdə də alınacaq. Rəylərdə görüşərik.